İndi isə biz başlayırıq ekranı dəyişməyə. İndi isə biz başlayırıq ekranı dəyişməyə. Salam hər kəsə. Bugün qarşımızda MacBook Pro-nun 14 düyümlü M3 Pro modeli var. Gördüyünüz kimi ekran fiziki olaraq sol yuxarı hissədən zədələnib. Bu halda ekranın təmiri mümkün olmur. Yalnız ekran modulu yenisi ilə əvəz edilir. Bu videoda biz bu modelin ekranını, yəni bu modul hissəni tam şəkildə dəyişəcəyik və bu prosesi sizə addım-addım videoda göstərəcəyik. İndi isə biz başlayırıq ekranı dəyişməyə. İlk öncə arxa qapağın vidalarını açırıq. Sonra qapağı çıxartmaq üçün sol, sağ tərəfdən plasmasla İlk olaraq bataryanı ayırmalıyıq ki, cəryan dövrləməsin. Sonra isə ekranın sökülməsinə başlayırıq. Bu notebookun Wi-Fi ilə və Bluetooth-la olan antenadır. Ekranın bütün vidaları söküldü. Vidaları sökəndən sonra ekranı üzərindən çıxardırıq. Bu zədələnmiş ekrandır. Bu isə üstünə quraşdıracağımız yeni, orijinal Apple-dan aldığımız ekran. Ekranın üzərinə quraşdırdıq. İndi qaldı onun vidalarını bağlamaq. Bu hissə LED Angel sensordur. Ekranın qapatdığımız zaman ekranın işığın sönməsini təmin edən qurğudur. Bu hər ekranın özünə məxsus olan bələkdə lentasıdır. LED Angel sensor çipidir. Son mərhələ olaraq bataryanın vidası bağlanacaq, lentası birləşdiriləcək, sonra da kompüteri qoşacaq. Qapağı üzərinə taxırıq. Qırmızı papaqlı qız.
Apple-un təzə məhsullarında əsasən də M2, M3, M4 təzə modellərində, bir də digər Apple-un məhsullarında ehtiyat hissələri dəyişəndə ayarlarda, parçalar və servisdə belə bir funksiyonallıq çıxır. Yəni ekranın dəyişdirildiyi ilə bağlı. Biz bunu diaqnostika eləməliyik ki, ekranı tanısın. Düyməni basırıq. Kompüter sönür. Apple-ın diaqnostika rejiminə qoşur. Hal-hazırda Apple cihazı yoxlayır. Burada dəyişdirilmiş hissələrlə bağlı məlumat verir. Lead angle sensor, bir də ekran. Və qeydiyyatını yazır ki, bu orijinal Apple hissələridir. Hər ikisində də bu hissədə yazır və bunu təsdiqləyir. Niyə görə orijinal Apple-ın ekranı? Çünki True Tone və digər funksiyalar orijinal ekranda öz yerini tapır. Ekranımızın təmiri bitdi. Yeni ekranı quraşdırdıq. Kompüterimizi yandıraq. Açıldı. Bu qədər. Ekranımızın təmiri bitdi və müştərimizə bu kompüteri təhvil verəcəyik. Bu qədər.